Görünməyən təhlükə, hantavirus nədir? Hantavirus infeksiyası dünyada nadir rast gəlinən, amma çox təhlükəli hesab olunan virus xəstəlikləri qrupudur. Bu virus əsasən siçan və siçovul kimi gəmiricilər vasitəsilə insanları keçir. Virus ilk dəfə geniş şəkildə 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsi zamanı diqqət çəkdi. Koreyada xidmət edən minlərlə əsgər səbəbi bilinməyən yüksək hərarət və böbrək çatışmazlığı ilə xəstələnir. Daha sonra araşdırmalar nəticəsində virusun mənbəyinin gəmiricilər olduğu məlum oldu. Virus adını isə Hanta çayı ətrafından aldı. Hantavirus əsasən 3 yolla yayılır: gəmirici, sidik, nəcisi və tüpürcəyi. Bu ifrazatlar quruyaraq havaya qarışdıqda insanlar nəfəs vasitəsilə virusa yoluxa bilirlər. Xüsusilə köhnə anbarlar, bağlı qalmış evlər, kənd təsərrüfatı sahələri, meşəlik ərazilər, gəmirici çox olan yerlər riskli sayılır. Bəzi hallarda insanlar virusa çirklənmiş şəkildə toxunduqdan sonra və yaxud gəmirici dişlənməsi nəticəsində də yoluxa bilər. Xəstəliyin ilk simptomları adi qripi xatırladır: hərarət, halsızlıq, əzələ ağrısı, baş ağrısı, ürək bulanma. Amma bir neçə gün sonra vəziyyət sürətlə ağırlaşa bilər. Virus bəzi hallarda ağciyərlərdə mayaya toplanmasına, nəfəs çatışmazlığına, daxili qanaxmaya, böbrək çatışmazlığına səbəb olur. Hantavirusun ən təhlükəli formalarından biri hantavirus ağciyər sindromu adlanır və ölüm faizi təxminən 30-40% çata bilir. Digər forma renal sindromla hemorrajik qızdırma isə daha çox böbrəkləri zədələyir. Bu günə qədər dünyada minlərlə hantavirus yoluxması qeydə alınıb. Xüsusilə Birləşmiş Ştatlar, Kanada, Çin, Rusiya, Şimali Koreya, Argentina, Çili və bəzi Avropa ölkələrində yoluxmalar davam edir. Ən çox yoluxma halları isə hər il Çində qeydə alınır. Rəsmi statistikalar ölkələrə görə dəyişsə də, təkcə Amerika Birləşmiş Ştatlarında hantavirus aşkarlandığı 1993-cü ildən bəri yüzlərlə ölüm halı qeydə alınır. Dünyada isə ümumi yoluxma sayı 10 minlərlə hesab olunur. Hazırda hantavirus pandemiya səviyyəsində yayılmış xəstəlik sayılmır. Yoluxmalar əsasən sporadik, yəni ayrı-ayrı bölgələrdə və fərdi hallarda baş verir. Buna baxmayaraq virus hələ də aktiv olaraq müxtəlif ölkələrdə müşahidə edilir. Mütəxəssislər hesab edir ki, iqlim dəyişiklikləri və gəmirici populyasiyasının artması gələcəkdə hantavirusun riskini daha da yüksəldə bilər.